yaşıllığı, hovuzu olan bağ ev axtarırsınızsa, təqdimatımıza sona qədər baxın. Mərdəkanda, Makaronuda, yoldan cəmisi 50 metr irəlidə, içəridə sizə bir dənə bağ evi təqdim edirəm. Əvvəlcə həyəti göstərim, sonra keçək evimizin daxili ilə tanış olaq. Hovuzudur, hovuzun qarşısında yay-qış mətbəximiz var, yanında manqalisidir, göstərirəm. Həyətin döşəməsi özü monolitdir. Evin birinci mərtəbəsi monolitdir və yuxarısı monolit betondur. Göstərirəm, dəmira zəhmət olmasa çək. İsti döşəmə ilə təchiz olunub, yay-qış mətbəxidir. Və yüksək keyfiyyətlə təmir olunub, yerləşmə yeri yaxşıdır. 6,5 sotun üzərində yerləşir. 4 otaqlıdır, paket qubçalıdır. Həm evin çıxarışı var, həm də torpağın. Burada manqal hissəsidir. Arxa tərəfdə evin arxasına keçmək üçün, odun yığmaq üçün yeridir. Belə bir boş zonası var. Həmçinin zirzəmiyə düşmək üçün yeri var. Mərkəzi yoldan 50 metr içəridir. Elə bir yoldan 3-cü evdir. Yerləşmə yeri superdir. Qiymət də yaxşıdır. Bura giriş qapısıdır, jalüz, darvaza pultla açılır. Giriş hissəsidir, sanuzeldir və evimizin qəşəng giriş hissəsi, görüntüsü, qabağında da belə bir balkonu var. Keçək indi isə daxil ilə sizləri tanış edeyim. Evimizin giriş hissəsidir, gördüyünüz kimi xol hissədir. Sağ tərəfdə dəhliz qardırobu, sol tərəfdə isə güzgülü açarlıq yerləşir. Ümumi 4 otaqdan ibarətdir, 3 yataq otağı, 1 qonaq otağı. Sol tərəfdə mətbəx hissəsidir. Tavana qədər quraşdırılmış mətbəx mebeli, daxilində isə bütün elektronik avadanlıqların hər biri ilə təmin olunub. Və keramik qranit olan hissələrin hər biri isti döşəmədir. Otaqlar isə döşəməsi parketdir, qonaq otağı hissəsidir və gördüyünüz təqdimatdakı bütün mebel, əşyalar, elektronika daxil, hər biri satış qiymətinə daxildir. Birinci yataq otağı hissəsidir. Start satış qiyməti 545.000 manat təşkil edir. Real alıcı ilə qiymətdə də razılaşmaq mümkün olacaq. İkinci yataq otağı hissəsidir. Bura evin 3-cü yataq otağıdır. Təzə təmirdir. Təmirdən sonra mənzildə, evdə heç bir yaşayış olmayıb. Bura isə ümumi hamam otağımızdır. Ətraflı məlumat üçün əlaqə saxlayın. Mətn bölməsində də bütün məlumatları qeyd edəcəm. Kimə maraqlı olsa, İstənilən vaxt evə baxış keçirmək mümkündür. Sağ olun, salamat qalın.